olsun. Həri buna aid bir sualımız düşür. Çox rahatdır. Ardıcıllığa aid bir dənə düstur deyəcəm mən sizə. Sonra ədədi həndəsəsi də var. Olan da hərəsinə aid 2 dənə düstur deyəcəm. Rahat yadda qalan düsturlardır. Ona aid suallarımızı işləyəcək. Nəysə. Gəlin birinci şərtin başa düşək. Görək ardıcıllıq nədir? Sonra ədədi silsilə nə olacaq? Həndəsi silsilə nə olacaq? Birinci ardıcıllığın tərifinə baxın. Uşaqlar ardıcıllıq adından məlumdur. Nə olacaq? Müəyyən bir sıralama ilə, yəni müəyyən bir ardıcıllıqla gedən ifadəmiz olur nə? Ardıcıllıq. Düzdürmü? Məsələn, tutaq ki, mən yazıram burada aydan 2, 4, 6, 8, 10, nəysə, nöqtə qoyuram. Nədir bu? Ardıcıllıqdır yoxsa yox? Ardıcıllıq. Nəyin ardıcıllığıdır? Cüt ədədlər ardıcıllığıdır, bəli. Və yaxud da yazaram 2, 5, 8, 11, ardıcıllıqdır mı yoxsa yox? 3 ədəd artmaqla ardıcıllıq. Bəli, bu da ardıcıllıqdır. Düzdürmü? İmen o demək deyil ki, cüt ədəd olsun və yaxud da tək ədəd olsun. Yəni müəyyən bir sıralama var. Buradakı sıralamada görürsən ki, sən hər birinin arasındakı fərq 3'dür. Düzdür? Deməli 3 artır. 3 ardıcıllıqla gedirsə nə olacaq? Bu da ardıcıllıq olacaq. Amma misal üçün mən yazsam burada 2, 5, 7, nə bilim 11, 12, belə getsəm. Bu ardıcıllıq deyil. Niyə görə? Çünki baxırsan, bax, cüt ədədlər deyil. Tək ədədlər deyil. Müəyyən bir cəm qədər artmır. Müəyyən bir hasil qədər artmır. Prosta ağılına gələn ədədlər yazıb orada. Nə olacaq? Bu deməli ardıcıllıq deyilmiş. Oldu mu? Bura qədər problemimiz yox mu uşaqlar? Evet. İndi ardıcıllığa aid necə misallar düşəcək? Gəlin ona baxaq. Ardıcıllığın düsturunu verəcək sənə. Ürək istədiyi bir düstur yazacaq. Hər misalda fərqli. Misal üçün mən yazıram, ayın bərabərdir 2-nin üstə gələnsin 3-ə. Misal üçün. Səndən deyəcək ki, 5-ci həddi tap, nə bilim 3-cü həddi tap, 2-ci həddi tap. Misal üçün mən 4-cü həddi istəyirəm. A4. A4'ü tapanda nə inəyərik biz Zəhra? Yeni yerə 4 qoyacaq. Olacaq 2 vurulsun 4, üstə gəl 3. 8-in üstə 3 gələndə neçə oldu? Nə bilim, Aysu deyəcək 5-ci həddi tap. A5 bərabəri nə yazacam Ömər? Nə oldu? 13 oldu. Nə bilim, Aysel deyəcək 7-ci həddi tap qızım. A7. Nəyə bərabərdir? Də görün. 2 vur 7 üstə gəlir. 2 vur 7 üstə gəlir. Bu qədər sadə. Bərabərdir 17. Problem yoxdur hər halda burada heç kəsə. Düzdür? Verməm. Yox. Tamam. Sonra və yaxud da n-ci həddin düsturu verməz, n həddinin cəmi düsturunu verər. Yəni SN. Yadda saxlayın. N-ci hədd deyəndə ayından işarə olunur. N həddinin cəmi deyəndə SN-dən işarə olunur. Məsələn, SN-in düsturu verər uşaqlar. Bu da hər hansı bir düstur. Misal üçün olsun 3n kvadratı plus 1. Məsələn də özümüzdən yazırıq. Gəl 5 həddinin cəmin tap. 5 həddinin cəmi nə deməkdir? S5 deməkdir. Yenə nə edirsən? Yəni 75 qoyacaq. Olacaq 3 vurulsun. 5-in kvadratı 25. Gözəl bir də 76 olar. Düzdür? Nə bilim 6 həddinin cəmin deyər. S6'nı yazarsan 3 vurulsun. 6'nın kvadratı 36 üstə gəl 1. 36'yı çevirəndə 108. Üstündə də bir gələn olacaq 109. Oldu uşaqlar? Bəli. Problem yoxdur burada. Evet. İndi burada məsələ nədir? Burada problem yoxdur. Sizin əsas biləcəyiniz hara olacaq uşaqlar? Məsələn, SN düsturu verər. SN bərabərdir 2n'in kvadratı plus 4 məsələn. Bu SN yəni cəm düsturda düzdür. Amma sənə deyər 4, 5-ci həddi tap. A5'i tap. Məsələn, necə taparsan indi burada? SN'i verib A-ni istəyir. Necə taparıq uşaqlar? Yerinə 1 qoyaraq. Necə 1? Axı 5 istəyirsən nə qızım? Birinci həddi tapandan sonra aradakı fərqi taparım. Deyərəm də. Birinci və ikinci həddi taparım. Aradakı fərqi taparım. Sonra da 5-ci həddi taparım. Axı səndə A-ni deyirsən. Burada yeni 2 qoyanda A2 olmayacaq qızım. S2 olacaq. Yəni 2 həddinin cəmi olacaq da. İkinci həddi olmur axı. Elə ikinci həddi tapabilirsin. Çıxanda aradakı fərqi tapmayacağım. Yox. S2-dən S1'i çıxanda aradakı fərqi tapmayacağım. Sən deyirsən ki, müəllim, mən 1'i yerinə qoyanda elə S1 A1'ə bərabərdir. Düzdür? 2 yerinə qoyanda S2 olacaq. S2 də A1-dən A2'nin cəmidir. Orada A1'i mən bayaq tapmışdım. Gətirib yerinə qoyanda təzən A2 olacaq. Düzdürmü?
Hı hı. A2'nin A1'i çıxacağım D olacaq. Sonra D-ni də istifadə edib A5-i tapa bilərəm. Hə? Bəli. Doğru deyirsən. Amma biraz çox uzun deyirsən qızım. Ədədi silsilə yolu olaraq düppədüz deyirsən. Mən səndən tam razıyam. Amma daha rahat yol olaraq uşaqlar bu düsturu yadda saxlayacaqsınız mütləq. A-nin düsturu bərabər SN çıxılsın SN çıx 1. Oldu mu? Yəni nə zaman bundan istifadə edəcəksən sən? SN düsturu verib A-ni soruşursa, yəni cəm düsturu verib N-ci ətini özün soruşursa bundan tapacaqsan. İndi A5-i istəyirsə, A5-i tapanda nə edirlər? S5-dən S4-ü çıxarıq. Oldu mu? Bəli. İndi S5-i ayrıca hesablayaq. 5-in kvadratı 25, vurdun 2-yə 50, o da 4. 54. Çıxırsan 4-ün kvadratı 16, vurdun 2-yə 32, o da 4. 36. 54-dən 36 çıxanda neçə qalar? 14-dən 6, 8, 18. Aydın uşaqlar? Bəli. Problemimiz Bəli. var. Eyvallah. Bir də üstünə keçəm uşaqlar. N-ci həddin düsturu, yəni A-ni verib, neçənci həddi tap deyirsə, gətirib yerinə qoyursan. S-ni verib, yəni N həddinin cəmi düsturu verib, neçəsə həddinin cəmi deyirsə, 5 həddinin cəmi, 10 həddinin cəmi nədirsə, yenə gətirib yerinə qoyursan N-i. Amma S-ni verib A-ni soruşursa, A-in bərabərdir, S-in çıxdı düsturunu istifadə edilsin. Oldu uşaqlar? Birinci bölməmiz bu qədər. Ədəd ardıcılığı bildik. İndi gəldik silsilənin özünə görə. Silsilə nədir? Var ədədi silsilə, var həndəs silsilə. Nə olan şeydir bunlar? Onlara baxın. Uşaqlar, elə ədədi silsilədə, həndəs silsilədə öz ardıcılığın növləridir. Ardıcıllıq var cəm qədər arta bilər, var hasil qədər arta bilər. Cəm qədər artırsa olacaq ədədi silsilə, hasil qədər artırsa olacaq həndəs silsilə. Oldu mu? Məsələn, mən yazıram burada 2, 4, 6, 8, 10, nəysə 12 belə gedir. Bu necə silsilədir uşaqlar? 2, 2 artır, düzdür? Deməli, nə oldu? Ədədi silsilə. Amma yazsam ki, 2, 4, 8, 16, 32, bu nə eləyir? 2 dəfə artır. Deməli, nə oldu? Həndəs silsilə. Aydındır? Yəni, məzin başa düşdük mü ədədi silsiləndə həndəs silsilə nədir? Bəli. İndi bunu silirəm. Ədədi silsilə haqqında ayrıca danışırıq uşaqlar. Başdan yazaq. Ədədi silsilə. Ekranı qayd edirsən deyil mi? Axırda atarsın burada. Uşaqlar, ədədi silsilə tərif versək, deyir ki, hər bir həddi özündən əvvəlki hədlə eyni bir ədədin cəminə bərabər olan ardıcılığı ədədi silsilə deyilir. Nə oldu? Hər bir həddi özündən əvvəlki hədlə eyni bir ədədin cəminə bərabər olan ardıcılığa ədədi silsilə deyiləcək. Ədədi silsilənin hədləri A ilə işarə olunur uşaqlar. A1, A2, A3, nəysə, nöqtə qoyaq, A-N. Oldu mu? Burada belə bir şey yazılır. D bərabərdir, məsələn, A2 çıxılsın A1 və yaxud da A3 çıxılsın A2. Nə bilim, nöqtə qoyaq, ən sonda yazaq A-N çıxılsın A-N çıx 1. Buradakı D nədir uşaqlar? Silsilə fərqi. Oldu mu? Bəli. Silsilə fərqi. Aydındır? Yəni A2-nin hər bir həddən özündən əvvəlkin çıxanda onların arasındakı fərqi verəcək. Çünki bu ayaqlar dediyi nədir? Eyni bir ədədin cəminə bərabərdir. O fərq eynidir. Hara fırlayırsan fırla, arasındakı fərq nə olacaq? Eyni olacaq. Oldu uşaqlar? Bəli. Ədədi silsilə haqqında 2 dənə düstur, əlavə düsturlar var. Onları mən sizə deyib görməyəcəm. Yəni beyninizə yükləməyəcəm. Əsas 2 dənə düsturu yadda saxlayacaqsan. N-ci həddin özü, bir də N-ci həddin cəmi düsturu. Vəsiyon. N-ci hədd. Bax, burada yazıram ki, N-ci hədd. A, N bərabər A1 üzərinə gəlinsin. N çıx 1 deyil. Misal üçün, sən tapırsan A5-i, Ömər. A5 bərabər olacaq A1, üzərinə gəlsin neçədir? 5-dən 1 çıxandır, 4 deyəm. Oldu mu? İndi bu misalda sən A1-i də verəcək, D-ni də verəcək, gətirib yerinə qoyacaqsan. Bir də var, N-ci həddin cəmi. N-ci hədd cəmi. S, N bərabər 2A1, üzərinə gəlsin. N çıx 1, D, bölünsün 2 vur N. Oldu mu?
Misal üçün tutaq ki, yazsan S5. S5 bərabər olacaq 2'ya 1. Üstə gəlsin 4D. Böl 2 vurulsun bir dənə nəyə 5'e. Oldu uşaqlar? Bəli. Ədəd silsilə haqqında sizə lazım olan material bulardır. Əlavələr var orada, amma onları mən sizə demirəm. Sizə lazım olan bulardır. Yəni çox bilmək o qədər də xeyirli deyil. Əsas vacib olan qayda bulardır. Bütün misallarımızı bu üstündə işləyəcəyik. Yaxşı mı? Aha. Nə? 2'ya 1 üstə gəlsin n çıx 1D böl 2 vurur. Misal göstərmişəm aşağıda. S5 bərabərdir 2'ya 1 üstə gəlsin. 5'dən 1 çıxanda nə qalır? 4. 4'də böldüyün 2 bir də vurdun həmin ifadəni bütöv olaraq həmin kəsir 5'ə bölsün. Oldu? İndi ayrıca qaydanı oxuşub qutaraq sonra hər bölmədən 1-2 dənə misal yazacağıq. Bura qədər problem yoxdur uşaqlar. Xeyr. Lap gözəl. Lap əla. Bu getdi işin. Gəldi indi həndəs silsiləyə. Həndəs silsilə. Həndəs silsilə tərif versə uşaqlar, deyərik ki, hər bir həddi özündən əvvəlki hədlə eyni bir ədədin hasilinə bərabər olan ardıcılığa həndəs silsilə deyiləcək. Nə oldu? Hər bir həddi özündən əvvəlki hədlə eyni bir ədədin hasilinə bərabər olan ardıcılıq həndəs silsilə. Həndəs silsilənin hədləri B ilə işarə olunur uşaqlar. B1, B2, B3, B4, nəysə, nöqtə, Bn. Burada yazıram ki, mən Q bərabər B2 bölünsün B1 bərabərdir, nə bilim, B3 bölünsün B2 nöqtə qoyaq. Eyni qaydada Bn bölünsün Bn çıx 1. Q nədir burada uşaqlar? Kim deyər? Silsilə vuruğu. Oldu mu? Q silsilənin vuruğu. Başa düşdü? Bəli. Necə ki, belə deyim, ədədi silsilədə hər bir ədəd özünə əvvəlki cəmdir. D-ni tapanda cəmin əksi nədir? Fərq, düzdürmü? Burada da hasil qədər gedirsə, deməli ortadakı vuruq olacaq da ücret. Başa düşdü? Bəli. Gəldik n-ci həddin düsturuna, bir də n-ci həddin cəmin düsturuna. N-ci hədd. Deməli, Bn bərabərdir. Aysel deyə bilərsənmi qızım? Tam xatırlamıram, amma deyəsən B1 vurulsun Q üstündə n çıx 1 idi. Düz xatırlayırsan, qorxma, nə qorxursan? Bn bərabərdir, B1 vurulsun Q üstündə n çıx 1-ə. Bunu məsələn belə də yaza bilər uşaqlar. Tutaq ki, tələsmə, bu qalsın bir dənə. Misal üçün B4'ü tapırıq. B4 nəyə bərabər olacaq uşaqlar? B1 vurulsun Q üstündə 3'ə. Oldu mu? Bəli. Buna köməkçi düsturda var. Onları yüklənməmişsə, lazım deyil. Bunu yerə gəlmə saxlayırsan. N-ci hədd B1 vurulsun Q üstündə n çıx 1. B1'i Q üstü çağırdı. Nə biləm, B7'ni tapsam, B1'i Q üstü 6'ya vuracağım. Oldu? Bəli. Bir də var n-ci həddin cəmi. N-ci hədd cəmi. Mehdi qulaq açırsan? Bəli. Sn bərabərdir. B1 vurulsun Q'nun üstündə n çıx 1, məxrəcdə isə bütöv olaraq Q çıxır. N-ci həddin cəmi də burada uşaqlar. Oldu mu? Bəli. Bura qədər razıyıq? Bəli. Uşaqlar, əlavə olaraq həndəs silsilədə bir dənə bir şey deyəcəm. Həndəs silsilənin növünə aid keçəcək misallarımıza baxacaq. Əgər Q 0 ilə 1 arasında olarsa, yəni kəsir olarsa, həndəs silsilə səncə getdikcə artar, yoxsa azalar Ömər? Məsələn, ədədi 2'də 1'ə vuranda, 2'də 1'ə vura gedirsənsə artır, yoxsa azalır? Nə qədər artır? Zəhrimar artır. 8'i 2'də 1'ə vuranda nə olur? 4. 4'ü 2'də 1'ə vuranda 2. 2'ni 2'də 1'ə vuranda 1. Getdikcə nə edir bu? Azalır. Deməli, 2 0-dan 1 arasında olanda nə olacaq? Sonsuz azalan həndəs silsilə olacaq. Aydındır? Sonsuz azalan həndəs silsilə. Sonsuz azalan həndəs silsilənin ümumi olaraq cəmini soruşursa, cəm bərabərdir, deməli S bərabərdir. Sürətdə B1 bölünsün, 1 çıxılsın, Q üstündən istifadə edilsin. Oldu? Bəli. Buna da hər il demək olar ki, buna aid sual çox vaxtı görürəm mən.
Elə ən çox bu sonsuz azalana aid misal düşür. Məsələn, belə bir şey. Tutaq ki, deyəcək 8, üstə gəlinsin 4, üstə gəlinsin 2, üstə gəl 1, üstə gəl 2-də 1, nəysə, üstə gəl nöqtə qoy. Bir, bu cəmi hesabla. Sən də görürsən ki, B1 burada 8-dir. 2 burada 8-i 4-ə böləndə, 4-ü 8-ə böləndə 2-də 1-dir, düzdür? Cəmi tapmaq istəyirsənsə, S bərabər olacaq B1, yəni 8 bölünsün, 1 çıx 2-də 1. Bu da aydan 8 bölünsün 2'də 1 olacaq. 8'i 2'də 1'ə böləndə vur 2 kimi olur? Cavab olacaq 16. Aydındır? Bəli. Yoxdur burada. Evet. Hər şey tam aydındır. Bəli. Evet. İndi gəlin misallarımıza baxaq. Kaydı dayandırma, öyle de geçsin. Məsələn, ədədi ardıcıllıqda. Birinci bölməsində səhifə 141-də ilə birinci sualımızda yazıb ki, AN bərabərdir 4N üstəgəl 7. Düsturu ilə verilmiş ardıcılığın ikinci həddini tapın. Yəni nəyi tap? A2-ni tap. A2 olacaq 4 vurulsun 2 üstəgəl 7. 8 üstə 7 neçə eləyir? 15. Gördüyün kimi bu qədər sadə sual. Düzdür? Dördüncü suala baxaq. Yazıb ki, AN bərabər 2 çıx N bölünsün 2N. Deyir, ilk 4 həddinin cəmini S4'ü tap. S4 də nə deməkdir uşaqlar? A1 üstə gəlinsin A2 plus A3 üstə gəl A4'dir. Düzdür? Necə? Olsun A3. Tamam, 4'ü sıfır. İndi N'in yerinə bir dəfə 1 qoyacaq, bir dəfə 2 qoyub, bir dəfə 3 qoyub hesablayacaq. 1 qoyanda uşaqlar oldu 2'də 1. Düzdür mü? 2 qoyanda 0. 3 koyanda 6'da mənfi 1, hə? Bu da bərabərdir. 6'da 3, çıx 1, 6'da 2. Sadəcə də cavabları düşdür. Problemimiz yoxdur ki? Evet. Güzel. Evet. Keçək buradan 8-ci sualımıza baxaq. Aynen. 8'də yazıb ki, ilk N həddinin cəmi. Cəm deyirsə, yəni S-in. Bərabərdir. 2'nin üstündə N çıx 1, üstə gəlinsin 1. Düstur budur uşaqlar. Sənə deyir ki, 5-ci həddi tap. A5'i tap. Bayaqları dedik ki, N-ci həddi tap deyəndə S-in verib A-ın soruşanda A-ın bərabərdir. S-in çıx, S-in çıx 1-dən istifadə edəcək. Yəni A5 bərabər S5 çıxılsın S4'dən. Oldu uşaqlar? Bərabər. Bəli. N-in yerinə 5 qoyanda. Demək, gəl ayrıca S5'i tapaq uşaqlar. S5 bərabərdir. 2 üstündə 5'dən 1 çıxanda 4, üstə gəl 1. Oldu 17. İndi S4'ü tapaq. 2 üstündə 3 plus 1. 9. Yazırsan 17 çıxılsın 9. Cavab neçə oldu? 8. Oldu uşaqlar? Problemimiz yoxdur ki? Nə gözəl. Sonra necə? 11 geçsin. Heç 11 net silsiləyə ardıcılığa aidiyyat yoxdur. 11-ci sualı biz adi balıq kəsirlərdə keçmiş yerə bil. Gəl burada da yazaq. Hər biri neyi necəksən? Məxrəcə böləcəksən. Yazıb ki, A-ın bərabər N çıxılsın 12 bölünsün N. Deyir, neçə həddi tam ədəddir? Hər tərəfi məxrəcə bölürdü bu cür suallarda. N-i yenə böləndə 1, çıxılsın 12 bölünsün N. Bu ifadə tam olması üçün 12'nin bölənləri hansılardır? 1, 12 fisiyon. Aydındır? Tamam. Bir dənə buradan 31'ə baxaq. Deməli, 31-ci sualda nə deyir bizə? Yazıb ki, A1 bərabərdir Zəhra. İlk çıxılsın 5'ə. Zəhra səsin gəlmir, buradasan. Zəhra ölüb deyəsən. Ay Zəhra. Allah sən rəhmət edəsin Zəhra. Deməli, A1'i 2 çıx 5 verib, A2'ni 11 çıx 2 verib. Şərtdə nə deyir bizə? Orxan oxu görüm. A1 çıx 5 və A2 11 çıx 2 ədədləri bütün hədləri müsbət olan, azalan, ardıcılığının hədləridir. Müsbətdir deyir. Müsbət olması üçün sıfırdan böyük götürməlisən. Bir dəfə yazacaqsan 2 çıx 5 böyükdür 0. X böyükdür 5 oldu. Bir dəfə 11 çıx x böyükdür 0 götürəcəm. Mənfi x böyükdür mənfi 11. X kiçikdir 11 oldu.